Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azerbaycanımızı bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Deməli güzel kardeşler, güzel insanlar. Bugün Bərdə Mal Bazarı. Ayın 6'sı Mart 2026. Bak belə analardır, gördüğünüz kimi. Arkadan da çekeceğim, bakın kıymetlerinde. Bu günləri sizler için güzel bir iki tane video olarak hazırlayacağım. YouTube kanallarımıza abone olup like vermeyi de unutmayın. Güzel kardeş. Uşarım. Yarın bordaktı da bunlar ha. Ne kadar bu? Ben şarollar ne deyirsən? 3000'den. Ve o bozak kulağı. Angus, o qara Angus neçədir? O Angus 32'ye. Angus 32'ye. Yok, YouTube'a çekilir. Almağa gelmişsən, satmağa. Almağa gelmişsin. Xeyirli uğurlu olsun. Hardan gelmişsən? Aldan. Buradan izləyicilərə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Ümumiyyətlə bazar nətərdir? Bahalıqdır. Kardeş bizden alalım. İnşallah razılaşar. Xeyirli olsun. Orada giden danalar. Kaka bazar olsun. Ne var ne kurek. Neçeylendir bunların kıymeti? 2250 ile. Buyurup bakabilirsiniz. yarım. O göre çok nıç edecek. Bunlar neçədir çom üstüsə? Çom 2000'den. Allah pazar versin. O göre kardeşini çek. Pazar olsun güzel kardeş. Neçədir belə bunların qiyməti? Neçədir bunların qiyməti? 2150 ilə. Bax bunu neçəyə deyirsən, bax buna adlarını. Aha. 2270'ə.
burada ya. İçinde 2 tane kalacak. Budur, sarı. Şarol, vəssalam. Bundan qarşısına var. 9 dənə. Sən sonu ha, oynama. Çek bak. Kardeşim bak böyle danaları var. Var hazırda. Gördüğünüz gibi. Bunlar böyle neçədir ki olmuş üstə? Ha? Böyle bak hele bak bu 2 tane neçədir bu baştaki? Aha. Ben böyle kom neçə deyirsən? 22-70'ine verelim. 2270 manatla. Sortu var da ne malum kardeş? Bunların böyle diri çəkisi ne kadar olar? Üst üste 280. Bunlar da kardeş. Şimdi bunlar yarım bordaktı da hemen. Yarım bordaktı da öyle bir. Olan da var, olmayan da var. Yani bəsi danalarda, bəsi üçün də. Saklamak lazım da indən sonra. Yani bordağa giden deyirəm da. Onun üçün də. Böyle hazır bordak. Yarım bordak deyirik de biz orada. Biri var tam dolmuş, biri var orta. Öz təsərrüfatın olar. Yox, Allah ruzi bərəkətinizi versin. Neçə iləndir bax gözəl qardaşım. Bunlar bax belə kom, ya dənə. hər malın öz qiyməti var. Yəni burada 33 də mal var, 27 də mal var, 23 də mal var. Yəqin ki 23 olanlar orada var. Bir dənə mal var da yəni qiymət. Hamısından 27, 28, 32, 33. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Ortada nə pisdir, nə o da düzdür. Yaxşı, Allah bərəkət versin. Allah hamıya ruzi bərəkət versin bizlər üçün də. En yukarısı 27'de ha? Bu Şarol 33'e. Şarol 3300'e. Ümumiyyətlə çəkmək bizdən, baxmaq sizdən. Çalışaq ki sizlər üçün yaxşı videolar. Bazar gəlsin, canını sağ eləsin. Bax, bu cür şərait yaralı. Allah xeyirli bazarını versin. Bu simentallar kimindir? Var daha hayvanlar.
olanları çəkəcəyik ki, baxasınız. İzləyicilərimiz həmişə deyir ki, videonun bu sağlam heyvanları, gözəl insanlar çalışacağıq ki, elə videoların arasında çəkək. Bir dənə, iki dənə, üç dənə, bax belə. Yəni tam onu çəkib qoya bilmirik də, mənim gözəl izləyicilər, gözəl qardaşlar. Kardeşim. Bak böyle danalar var. Maşallah olsun. Sortu da ki sort. Məzlərdə var. Belə pis çıxmasın. Çıxırıq. Gör yeri varsa elə deyir. Yox, yeri olsa onu açsana. Bunu neçə deyirsən gözəl qardaş? 2250'ye. Ümumiyyətlə alıcılıq nə zayıf. Hadi bırak şahı. Kimin 250. Bu ne senzi karındı bu hayvan? Üçüncü altında. Bize de bağışlayayım. Üçüncü altında. Babası erkek kişi. 20 gün. Ne kadar sütü var? 5 litre tertemiz. Baladan başka 15. 4 memesinden. Kıymeti nedir be? Yekun 3500. 3500'e. Da bu ne sence karındı? Bu ne sence karındı? Bu da 5. 5. Babası nerede? Şaron. Erkek kişi. Erkek. Erkek. Kıymeti nedir? 3500 sonra. 35'e. Sütü nedir be? 14 litre. Hayırdır. Ne bırak? Sen onu sen sakla o hayvanı gelir. Öyle. Öyle gel bırak. Bu Şarolda babası. Demir. Sağ ol dedim. yarım atışıyor işine. Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə 2, 4, 6, 8 dənə buzoyumuz var. Angus var, bozaq qulaq var və orijinal. Ondan sonra bax simentalın qarışığı var. Görün nə gözəldilər. Qiymətləri gözəl qardaşlar. 750'dan başlayır. Düz bax Angus. Buna bakın. 1100 manat. Bax Angus. Hər qiymətə var. 750'dan 1100'ə kimi. Bütün bölgələrimizdə də çatdırmamız var. Hal-hazırda dişi də var, erkek də var. Bax. Bozaq qulağa baxın. Görün nə gözəldilər. Erkek. Buna bakın. 1100 manatdır baxın. Ah, hər qiymətə var qardaş. Bir də bax 750 manata. 700'ə də verərəm. Bax dişidir. Bozaq qulaq. Bir də bax bu bozaq qulaq. Görün nə gözəldilər. Baxın.
Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azərbaycanımızı bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Bugün ayın 6'sı. Mart 2026-cı Bərdə Qoyun Quzu Bazarına çəkiliş edirik. YouTube kanallarımıza abone olup like verməkdən unutmayın. Qaqa bunlar erkəkli dişi. Hamısı 5-6 tane dişisi var. Neçə ilə deyirsən bunları? 235 manatla. Ünvan haradı? Ağcabədi rayon Sürlü kəndi. Neçə dənədir burada belə? 60 dənə. Neçə aylıqdır bu quzular? 3, 2, 4. WhatsApp'ı da var da. WhatsApp'ı da var, TikTok'u da var, Instagram'ı da var, Facebook'u da var. Xeyirli uğurlu olsun. Öz təsərrüfatını yoxsa malı satsan? Alıp satıyorsun. Allah ruzu bərəkətini versin. Şəhətdir quzular. Alanda alıp satandan almak lazım. Çünkü kıymetini değerini bilir. Bəli, bəli. Allah sizin de canınızı sağ olasın ki çekip ışıklandırırsın. Allah razı olsun. Xeyirli uğurlu olsun. Bu kuzular neçə iləndir gözəl kişi? Neçə iləndir bunların qiyməti? 250 ilə. Pazar olsun. Neçə ilə də tam bunlar? 305 manat. Salam aleyküm. Xeyirli olsun. Neçə ilə deyirsən bunları belə? Bəli. Bunları 530 ilə deyirəm. 530 ilə. 530 ilə. 6 dənəsi bala aldı. Aha. Qalan da hamısı Neçənci qarındır bu heyvanların? Hamısı birinci qarnına. Hamısı birinci. Hardan gətirmisən bunları? Bunları Bərdədən. Qanqal sortu. Sortuna bax da gör, ləzzət deyil, ləzzət. Qanqal sortu. Qanqal. Ləzzətdir, ləzzət. Qardaş aparır, bax. Allah ona çox-çox xeyir versin. Amin. Hə. Qaqa sən almısan bunları? Hə. Damazlıqdır. Xeyirli olsun. Nə var? Beycə doğub. Nəsə sortdur hamısı. Nə var? Sağ olun. Ləzzətdir, ləzzət. Analanma, az evdə danlanma. Neçə dənədir burada belə? Bunlar 24 dənədir. Elə bu da var qapıda. Var ha. Neçə dənə var? O da mənimkidir, çəkə bilərsən. Hansı? Boşdur. Aha çəkərik. Ax içində yekə quzular da var bunlar. Ayrı kuzular da var, şimdi kuzu da var. Ondan Eksisi da da var. ikiləmiyadır da. Yok, hamısı birinci kadına kalmış. Yox, o yekə quzular yəqin ki ikiləmiyorlar. İkiləmiyor. Sortular geçecek. Qanqal sortu. Sortu da lezzet değil, lezzet, lezzet. Acelem var, oydu. Hele değilsin. Burada kızıl yerim var. Hakikaten ha. Göstərebilirsən. Bu gösteriyor, bu.
Ne kadar vaxta baladan çıxar? Bir hafta. Eser hamziyle ne duruyor? Eser hamziyle. Ya. Ya. Qiyməti neçə dedin? 530. 530. Ya. Tamam. Kongal değil. Bunların sortuna gedir. Bunların sortu Bəli. Karakancura. Karakancura'nın orijinali. Evlatanda da o. Beylagan boz. İstiysem diye ha. Çəkəcəm. Kongal sortu ne? Bunları 600 marka. Ulan Sandı gözəl. Damazlık şeyler de. Erkək tamazlıq şişəri. Neçə ilə deyirsən bunları? Bunlar 450 ile. 450 ilə. Birinci karın damazlık kovulan şeyler de. Bozkara tortudu, bozkara. Bunlar neçə aylıqdır belə? Bunlar hardasa 8-9 aylık. 8-9 aylıq. hep beylagan. Bunlar neçənci qarnalı? Ham bunlar da birinci kartlar. Hamısı Yelagan hayvanlar, yelagan takallar. toxlu. Birinci kartlar. Boğazdır ha bunlar. Bunlar da hamsi yerini böyle böyle. Bunlar neçə iləndir? Bunlar 550 lira. Neçə baş heyvandır? Bu 30 tane. 30 dənə. Nə gözəl. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Zevksizlik o. Zəifçilik. Hazırlık kabiliyeti zevksizlik. Deməli, Söt görüşür. inşallah. Deməli dəyərli izləyicilər, bu neçə baş dedin? 30 baş budur, 24 baş odur. Deməli dəyərli izləyicilərimiz 98-68 deyirsiniz. Bax birinci qarnalı hamısı şikayətdir. Əksəriyyəti də yerinləşir. Bəli, bəli, əsəriyyəti. Sırf beyləgan. Sırf beyləqandır. Bu biri qoyunda bax bu kişinindir. Bunların qiyməti neçə ilə oldu? 550 ile razılaşmak yolu var. 550 ilə razılaşma yolu var. Hamısı birinci qarna şişəklərdir. Buyurub baxa bilərsiniz. Bizdən çəkib göstərmək, gerisi siz izləyicilərimizin boyundan. Allah xeyir versin. Çəkək, göstərək, baxın. Hamsi birinci karınlar. Allah pazarını versin. Orada da. Bunlar satdık olar. Xeyirli olsun. Allah xeyir versin. Qoyunlardır, əsəriyyətin heç şeysi yoxdur. Çox rahatçılıq. Heyvanını yığ, dur qıraqdan bax. Gözəl şərait yaralıblar bazarda. Gözəl, süper. Hər yer çardaq, naves, rahat şəkildə. Yağış yağır, başına yağmır, bir şey eləmir. Işıq, kamera sistemləri, hamısı gözəl. Gül çiçəkdir baba.
250 ilə. Neçə iləndir qiyməti? Qiyməti 300 lira. 300 lira. Allah xeyir versin. Xeyirli olsun. Xeyirli olsun, xeyirli olsun. Ümumiyyətlə heyvanın gözləri səndə olur ya. Sağ ol. Doğrudan deyirəm. Həlbət ki. Allah bərəkət versin. Bu balalıdır hamısı. Yəni ki, o subay olanlar boğaz olar da. Neçənci qarındır burada heyvanların? 3-4. Qiymətlər neçə ilə? 500 manat, 550 manat, 600 manat. Balalı ilə boğaza fərq var. Evet, son belə 600 manat. Neçə baş heyvandır? 40 baş. 40 baş. Deməli dəyərli izləyicilərimiz, qardaşın öz təsərrüfatıdır. Bu gördüyünüz heyvanlar. Ümumiyyətlə hamısı gözəl. Yəni hal-hazırda 500 dedin. 600. 600 lira. Bunlar Bozkərə gedir da. Yetmiş bir 13. Qardaşın əlaqə nömrəsi. Buyurub baxa bilərsiniz. Allah xeyirli bazar versin. 71 13'tü bu nömrənin heyvan sahibinin nömrəsi. Deyirsiniz verəcəm. Bunlar çəpişlərdir. Bazar olsun qaqa. Nə var nə yox. Neçə iləndir qiymətlər? 270 lira. Neçənci qarındır bu heyvanların? Birinci, ikinci, üçüncü, dördüncü qardaşı. Birdən dördə kimi. Südcüsü var bunun. Nə qədər, ən çox verən süd nə qədərdir? Göstərə bilərsən mi onu? Üç litre. O ekiz balalı tek. Sorsu nədir onun? Hələ. Hələ. Onun qiyməti nədir be? 450 manat. 450'ye. 3 litre sütü. Bunları anabala satırlar. Anabala da alabilirsen, yəqin ki tək də alabilirsin. Balalsız da var, balalı. Gündüz, yine bir şey düşmüştü orada. Var idi. Arap. De anası o 3 litre süt verir. Neçədir bax elə sana da.
Göre yani kıymete maraqlanan bizim olsa. Abi valla 270 var, 80 var, 60 var. Her gün bağı kesiyor da. 250'den 280. Şamil bu çapışlardan böyle tek tek. Ne var ne yok. Çapışlardan böyle tek tek var satışı. Ve baktığında tekesi de var. Ve Andır'daki. Teke. Mal bazarında hele çəkə bilmirəm. Bilirsiniz, yəni gözəl qardaşlar. Müəyyən işlər var ki, sağlam heyvandan çəkəməm. Sağlam heyvan ortalıqda olanda yəni mən onu çəkə bilmirəm. Ona görə yəni ama koyun, keçi, kuzu rahat şekilde çekip şıklandırabilirsin. Dağları geçebilirsin bana. Şamil ne savaştı burada? Ha? 90 böyle. 90. Kapıda var yoksa böyle budur? Var. Ne savaş var kapıda? 60 kapıda var. Hardasa 160 heyvanın var da. Neçəyle deyirsən atam qapanma? 7 ilə var, nə bilim 7 ilə var, 20 ilə var. Her qiymətə var. Yedi onla, 7 ilə, 7 on, 7-20 ilə dil çəksin. Erkəkdir. Tam etrafını çekilen ki bakma. Ne çay, ne bunlar çay? Çəkirəm, elə onları çək. Neçədir onun qiyməti? Onun qiyməti 650 min. 2 yaşı var onun. Ha. Da bunlar neçə iləndir? Bunlar da 650'ya, 800'ya. Benki qıraq ki, Bunlar 600'ya. toxumluğa yarayır yoxsa? Ha? Atmadım. Azlaşma.
Yok. Bakmaq olar. Bax, ha, qardaş, nə baxmısın? Toxumluğa yar. Ha, ha. Xeyirli olsun. Paris kişinin kefi. Pazar olsun. Neçəyləndi bunların qiyməti? 280 mı? Hamısı saz keçilərdə, hamısı balağa keçilərdə. Allah xeyir versin. Sağ ol. Yəni alan olsa 280-dən verər. Yəni bir təkdə 420 manat. Yox, 420 olmaz. Yox elədir o. Keçi badı hər şeyin dərmanı keçir. 420 Paris. Olur da içində. Olur indi. Ha olur olur. Telefon aşağı tut görsədim. 3000 liraya almışam 4 litr süt verir. Ama bu çok olmamış bu bence 3 litr süt verir. Hani ne? Çok smata vermeyeyim oğlum. Ne ayrı şeydi lan? Oradan oralar var. Elə keçilərdə və hamısı və süt söhbət. Bunun pendirini çoxda desən 20 manat, 22 manat. Allah xeyirli bazar versin. Sağ ol. Qapanla neçəli gözəl kişi? Məsəl üçün biri, ikisi, beşi, elə hamısı deyək belə. Ən aşağı qiymət neçədir? 7 manat 60 qəpik. Allah xeyirli bazarını versin. Bunlar da yanı balalılar. Uf, 30 manat mı? Belə neçəyləndir biri? Hamısı erkəkdir? $260 lira. Bunlar Sinan. 260 lira deyir. Amma qəşəkdir. Ver ona bax. Nəyə görə satsan? YouTube'a çəkib qoyuram. Nəyə görə? YouTube'a. Yəni izləyicilər baxır da oradan. Baxanda nə var? Böyle baxırlar oradan. Neçə iləndir qiymətləri? $300 lira.
Kanka sen de bunlar. Sizin de bunlar.